Bağlanır verilişlər, çox dəyişikliyi var. Biraz var, amma yenə də biraz təmizlənsə yaxşı olar. Bilirsiniz, bu verilişlərin, onların içində yaxşı aparıcılar da var. Görürsən ki, o verilişə bağlanır, onun yerinə bir maarifləndirici veriliş açsalar, daha xalqa xeyirli olar. Bilirsiniz, biz əgər bu gün unutsaq keçmişimizi, bizi də unudacaqlar. Görün nə qədər qızıl fondumuzda bizim yazılan lentlər var, dünyasını dəyişənlər var ki, dünyasını dəyişib. Onlar bir daha qayıdıb yenidən oxumayacaqlar. Artıq gənc nəsil bir 20 yaşında olan onları tanımırlar, unudulub gedib olar. Mən bir şeyə məhtələm ki, niyə o qızıl fonddan hər kanal onlardan bir həftədə bir dəfə heç olmasa onları yada salsalar, həm savablı, həm onlara rəhmət oxuyarlar. Görün nə boyda bizim kalifi sənətkarlarımız olub. Elə bir 200-dən yuxarı dövlət televiziyasında bizim ansamblın müşahidə edən lent yazıları var. Onların heç birini də görmürəm mən efirlərdə. Yəni dünyasını dəyişənlər də var, həyatda olanlar da var. Bilirsiniz, hərdən oturan fikirləşirəm ki, düzgün verilişlər verilsə, valla bizim o necə deyərlər, xəzinəmizdən verilişlər versələr, konsertlər versələr, tək konsertdən gedmirik söhbət elə. Maarifləndirici proqramlarda versələr, dünyanın hər yerinə pərəstişi eləyərlər Azərbaycan televiziyasına. Televiziyanda hörmətini həmişə qaldıran yüksək səviyyəli verilişlər olub da. Bilirsiniz, müəyyən təbəqə əgər bu cılız musiqini bəyənirsə, o cılız qarmaqalı bəyənirsə, amma əksəriyyəti 10 milyon buradayıq, 35-40 milyon o tərəfdəyik, dünyanın nə qədər yerində Azərbaycanı var. Onlar hamısı baxırlar Azərbaycan televiziyasına. Mənə çoxlu zənglər olur xaricdən. Deyir, valla əvvəl elə həvəslə baxırdıq. İndi haçan açırıq, ya yemək pişirlər, ya dava salırlar, ya ondan. İndi şükür Allah biraz təmizlənib, amma biraz da iş aparmaq lazımdır o barədə. Bilirsiniz, bir sənətkar kimi arzum, yəni mən nə paxıllıq edirəm kiminəsə, nə kiminsə əleyhinə danışmaq istəyirəm. Baxıb görürsən ki, o bağlanan verilişlərin içində samballı aparıcılar da var, adamanlar var. Onlar bir gözəl veriliş açsınlar, aparsınlar. Yoxsa valla televizor qoşmaq olmur. Oturub belə nəvələrlə deyim, ailə ilə baxmalı verilişlər yox idi bizdə. Ona görə də mən bir-iki kanalı çıxmaqla, bir 2-3 kanal çıxmaqla baxmırdım o verilişlərə. Siz də sağ olun ki, bunu yazırsınız. Mən bilirəm ki, neçə illərdir siz elə öz qələm özünə mübarizə aparırsınız. Kaş hamı yazıydı bunlar. Yəni sağlam yazılar, belə qərəzli yazılar yox.